Salam hörmətli izləyicilər, əziz kimya sevərlər, sizinlə fən müsabiqəsinin növbəti sınav izah ilə qarşınızdayıq. İzah başlamamızdan ilk öncə bu cür videoların davamlı olmasını istəyirsinizsə kanalımıza dəstək məqsədi ilə abunə olmağı və bəyənməyi unutmayın. Birinci sualımızda soruşur ki, silisium 3 elementin 3 izotopu 28, 29, 30 olduğunu fərz edək. 28 izotopunun yayılması 92 olarsa 29 izot yayılma faizini hesablayın. Bunun orta kütlə ədədinin tapılması düsturundan bilirik bu. Yəni burada orta kütlə ədədi, yəni 28-dən %11 bərabərdir. Kəsir xətti çəkirik. 28 vurulsun 92 üzərinə gəlirik. 29'un yayılma faizini x qəbul etsək, 29 vurulsun x, 30'un yayılma faizini isə biz bilirik ki, %92'den çıxan 8, əgər x 29'unsa 30'un isə x minus x deməli bu 8 minus x olacaq. Bunu da vuracağıq. 30'a böləcəyik 100'ə. Buradan da bunu vursaq açsaq 28.000 bir bərabərdir. 28'i 92'yə vuranda 2576 alınır. Üzərinə gələndə 29x üstə gələndə 240 çıxanda 30x. Buradan 29 mənfi x qalır. Ona görə xəttin bu üzünə keçən müsbət x olur. Bu bərabərdir. 2576 ilə də 240'ı toplasaq 2816 eləyir. 2816'dan da bu üzə keçək 2811'ini çıxsaq 5 eləyir. Yəni birdən neçədir? 29'un yayılma faizi 5% etmiş olar. Verilmiş elementlərdən neçəsi müxtəlif element atomlarının ibarət olduğunu hesablayan almaz karbondan ibarətdir. Sonra keçirik ozona, ozon oksigeninə, ağ fosfor fosfordan, karbon karbondan, oksigendən deyib baxdıq, gördük ki, 3 maddə müxtəlifliyi vardır. Sonra növbəti sualımıza keçir. Deyir, cədvələ əsasən doğru ifadələri müəyyən edin. Deməli, burada kalsium xlorid yadınıza saxlayın ki, bərk maddələrdir. Bərk maddələrində suda həll olması temperaturla düz mütənasibdir. Yəni 70'də ən böyük həll olacaq. Amonyak qaz halında maddədir. Qaz halında olan maddənin isə həll olması temperatur artdıqca azalır. Ona görə deməli doğru olanları götürün. B böyük olacaq A-dan, B böyük olacaq D-dən, B hamısından böyük olacaq. B böyükdür A-dan, yəni 2 olur. 2 düzgündür. Sonra da C də böyük olacaq. Bunlar qaz halında olan maddələrində aşağı temperaturda yüksək temperaturda az həll olur. Ona görə də buradan da C böyük olacaq D-dən. 2, 4. Bu da A variantına 3-cü sualımızda uyğun gəlir. Hansı element çatışmamazlığı böyüməni ləngidir, sinir sistemini gərginləşdirir? Söhbət zink elementindən gedir. Sonra növbətdə deyir ki, hansı ifadələr doğrudur? Mərmərlərin davamlılığı və bərkliyi əhəng daşından azdır. Xeyr, əhəng daşından yüksəkdir. Metamorfik sıxırlar tədricən maqmatik və çökmə sıxırların sıxılmasından əmələ gəlir. Bəli, bu düzgündür. Tədricən sıxılaraq əhəng daşına çevirir. Bu da yanlışdır. Əhəng daşı sıxılaraq mərmərə çevrilə bilər. Ona görə də cavabımız olacaq B, yalnız 2. Növbəti sualımıza baxırıq. Verilmiş maddələrin hansının keyfiyyət tərkibi fərqlidir? Burada baxsaq, tərkibi naşatır spiritin, çünki naşatır spiritin tərkibi NH4, OH4, bunların heç birinin tərkibində azot yoxdur. Sonra cədvələ əsasən emulsiyanı müəyyən edin. Suda həll olması. Deməli, bunun suda həll olursa bu emulsiya deyil, eynicəsini qarışıqdır. Bunu götürmürük. Sonra
Bərk maddə suda həll olmur. Bərk maddə suda həll olmursa suspenziya olur. Ona görə bunu da götürmürük. Maye maddə suda həll olursa eyni cinsli qarışıqdır. Ona görə bunu da götürmürük. Maye maddə suda həll olmursa emulsiya əmələ gətirir. Ona görə də bu 7-ci sualımızdır. 7-ci sualımızda D variantını götürmüş oluruq. Şəkildə hissəcik modellər verilmiş maddələr üçün hansı ifadə doğrudur? Demək, bir atomdan ibarətdirsə, ya kimyəvi elementdir deyirik. 2 atomdan ibarətdirsə molekuldur. 3 atomdan ibarətdirsə, bu da kimyəvi birləşmədir. Müxtəlif atomlardan ibarət olduğuna görə. İndi bizdən soruşur ki, düzgün olanlar nədir? Doğru deyil. Birinci və ikinci kimyəvi elementdir. Bəli, düzgündür. Birinci, ikinci kimyəvi element ola bilər. Üçüncü kimyəvi birləşmədir. Bəli, gördünüz ki, müxtəlif element atomlarından ibarətdir deyə bu kimyəvi birləşmədir. C2 2 atomlu molekuldur. Bəli, molekul olması üçün ən azı 2 və yaxud da 3 də olmalıdır. Sonra 3 atomlu elementdir. 3 atomlu element ola bilər. Çünki burada baxırıq, diqqətlə görürük ki, burada kimyəvi birləşmədir. Ona görə bunu götürmürük. Sonra növbəti sualımıza baxırıq. Növbəti sualımıza deyir ki, kütləsi 59 olan atom nüvəsində yerləşən yüksüz zərrəciklərin sayı yüklü zərrəciklərin sayından 3 vahid çoxdur. Atomun proton sayını müəyyən edin. Deməli, burada kütləsi A-dır. A bərabərdir neçəyə? A bərabərdir 59-a. Yüksüz zərrəciklərin sayı, yəni neytron, yüklü zərrəciyin sayının 3 vahid çoxdur. Yəni protonun sayı 3 vahid çoxdur. Bunu yerinə yazırıq. Deməli, A bərabərdir. Proton üstə gəlsin neytron. Protonu yazırıq və neytronun da yerinə proton üstə gəlsin 3 yazırıq. Buradan da 59 bərabərdir 2 proton üstə gəlsin 3-ə. Bu üzə keçsə 56 bərabərdir 2 protona. Proton da bərabər olacaq 28-ə. Bu da D variantına uyğun gəlmiş olacaqdır. Növbəti sualımızda deyir ki, şəkilə əsasən neytral X atomu müsbət 5 ionun elektron saylarının cəmini müəyyən edin. Neytral X atomunun və burada baxırıq 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu 10'dur. Özündən 3 dənəsini verib. Deməli, bunun neytralın olacaq. Necə? 13. Y 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu da 10'dur. Deməli, özünə 3 dənəsini alıb 10 olub. Deməli, bunun neytral halda 5'dir. 7'dir. Ondan üçün çıxsaq 7 olacaq. Bizə də müsbət 5 deyir. Müsbət 5 demək o deməkdir ki, bundan özündən 5 elektron da verməlidir. 7-dən də 5'in çıxsaq 2 alır. Onun üçün də üzərinə 2 gəlsə eləcək 15. Bu da A variantı. Bu qədər. Diqqətinizə görə sağ olun. Bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.